Bu videoda sizə Ramexus 2D panoram ayarları haqqında danışacağıq. Rəqəmsal ortopantomoqrammada rentgen çəkilişlərin işıqlığını, sərtliyini və kontrast nisbətini manual və ya avtomatik ayarlamaq olar. Həmçinin 2D vizualizasiyada rentgen çəkilişlərin kəskinliyini tənzimləmək mümkündür. Proqramda ölçü ayarlarından istifadə etmək üçün düz xəttkeş düyməsinə tıklayın. Həmçinin əyri keçilməz kanalları ölçmək üçün mürəkkəb xəttkeşdən istifadə edə bilərsiniz. Onu da nəzərinizə çatdıraq ki, proqram birə-bir dəqiq ölçülər verir. Böyüdücü şüşə ayarı gözlə çətin görünən problemləri aşkar etməkdə kömək edir. Bu proqramda siz 2D panoram görüntülər üzərində qeydlər apara bilərsiniz. Qeydləri və ölçüləri redaktə etmək və ya silmək üçün qeydlər bölməsindəki ayarlardan istifadə edə bilərsiniz. Sonda 2D panoram rentgen çəkilişlərini proqramdan xaric edib iş masasında yaddaşda saxlaya bilərsiniz.